Bir de sigaret meselesine ışık tutmak isterim. Bu xəstələrdən çok sıkça talep edildiğimiz işte sigareti bırakma mevzusunda onlara biraz baskı kurduğumuz bir mevzudur. Belki de kenardan ile görünür ama 5 ədədə icazə veririk. 5 ədəd birin birə sigaret çəkmələrinə icazə veririk ama ondan artığı rəqəmi dəyişdirməsə də, sayını dəyişdirməsə də əlbəttə ki keyfiyyəti pozur və bu pozulan keyfiyyət bizim üçün uğursuzluq kimi karşımıza çıxır. Yəni bəs sigaret çəkib uşağı olan insanlar var dediğinizi duyar kimiyəm. Bəli, əlbəttə elə şeylər də olur. Amma hər insanın bədəni fərqlidir. Bizim üstümüzə düşən vəzifə nədir? Bu işe mani olabiləcək hər şeyin öhdəsindən gəlmək. Onları aradan qaldırmaq. Və bu yöndə də ən böyük dəstəkçimiz məhz siz və sizin ailələrinizdir. Ona görə də bir yola girirsə tam şəkildə girmək lazımdır. Özünüzü ola bilər psixolojik olaraq hazır hiss eləmirsiniz ya da tam necə deyərlər iradə olarak hazır hiss eləmirsiniz. Tam hazır hiss eləyəndə bu işe girməkdə ona görə fayda var.